dəfəki videomuzun mövzusu modal verbs, yəni modal feillər olacaq. Modal feillər əsas feillərin qarşısında işlənərək cümlədə danışanın fikrini, münasibətini bildirmək üçün məna çaları qatır. Bir neçə modal söz var, modal feillər daha doğrusu. Can, should, must, ought to, have to, has to, need modal feillər əsasən işlənən feillərdir. Tərcümələri olaraq ayırmaq bunları çox vacibdir, çünki testlərdə daha çox bu bizdən tələb olunur. Məsələn, bilmək, bacarmaq mənasına gələn can modal feili, am, is, are, able to ifadəsi hər ikisi bilmək, bacarmaq mənasına gəlir. Və yaxud da icazə almaq məqsədi ilə işlənən bilmək sözü, icazə və ya ehtimal bildirən may feili də var. Bəzi modal feillərin keçmiş və gələcək zaman formaları da olur. Can feilinin keçmiş zaman forması var, bu could'dur. Am, is, are göründüyü kimi bu to be feilinin 3 forması. Am, is, are, able to modal feilinin isə keçmiş zaman formaları was, able to, were, able to şəklində keçir. May feilinin keçmiş zaman forması isə might'dır. Gələcək zaman formalarına baxdıqda isə nə can, nə də may modal feillərinin gələcək zaman forması yoxdur. Yeganə able to modal feili gələcək zaman formasında will be able to olaraq işlənir. Burada diqqət etməli olduğumuz məsələ will be able to, will feilindən sonra mütləq be sözünün işlənməli olmağıdır. Yəni testlərin bəzilərində will able to deyə bir ifadə də qoyulur, ancaq o səhvdir. Will be able to doğru olan formadır. Digər modal feillər should, must, ought to, have to, has to modal feillərdir. Hər birinin mənası malı-məli, gərək mənasına gəlir. Yəni bir məcburiyyətdən söhbət gedərkən və yaxud da bir məsləhət, bir tövsiyə verilərkən istifadə olunurlar. Keçmiş zaman formaları yoxdur. Yeganə olaraq have, has to feillərinin keçmiş zaman forması var. Bu had to-dur. Gələcək zaman forması isə will have to. Digər, yəni should, must, ought to modal feillərinin keçmiş zaman formaları yoxdur. Sonuncu need modal feilimiz isə ehtiyacı olmaq mənasına gəlir. Yəni bir şey etməyə ehtiyacımız varsa bu modal feildən istifadə olunur. Nə keçmiş, nə də gələcək zaman forması yoxdur. Keçmiş zaman formalarını niyə dəqiq bilmək lazımdır? Çünki bəzən cümlələr testlərdə keçmiş zamana aid bir cümlə işlənilir və orada bizə modal feil tapmaq tələb olunur. Bu zaman biz zaman uzlaşmasını gözləmək məqsədi ilə keçmiş zamanlı bir cümlədə keçmiş zamanlı bir modal feil işlətməliyik. Məsələn, could modal feili burada işə yaraya bilər, had to burada işə yaraya bilər, was able to, were able to. Amma digər modal feillər, məsələn, should, must, ought to keçmiş zamanlı işlənən bir cümlənin içində daxil ola bilməzlər. Bu modal feillərdən əsas üzərində durulmalı olan məsələ need modal feilidir. Çünki need həm də əsas feildir və bəzən testlərdə düzgün modal feili seçin deyə bir tapşırıq olur. Orada need bəzən əsas feil formasında da iştirak edir. Ona görə bunu biz cədvəl şəklində belə aydın görə bilərik. Cədvəldə yəni need feilini bir modal feil xüsusiyyətlərinə baxa bilərik, bir də əsas feil xüsusiyyətlərinə. Modal feil olaraq need sözündən sonra heç vaxt to sözü işlənə bilməz. Heç vaxt özündən sonra isim gələ bilməz. Heç vaxt ona SED şəkilçiləri, yəni zaman şəkilçiləri, şəxs şəkilçiləri artırıla bilməz. Və inkarı da mütləq özü ilə, yəni need feilinə sonuna not sözünün artırılması ilə əmələ gəlir. Sualı da eyni ilə need feilinin mübtədanın önünə keçməsi ilə, yəni özü ümumiyyətlə modal feillərin hər birində belə bir xüsusiyyət var. Özləri sual və inkar yaradırlar. Məsələn, can feilinin inkarı cannot, could, could not, should, shouldn't, must, mustn't, yəni özləri not hissəciyi əlavə olmaqla inkarlarını yaradırlar. Sadəcə have to, has to modal feilində bu biraz başqa cürdür. Burada sual və inkar formaları don't, doesn't, didn't, yəni əlavə köməkçi feillərlə yaranır. Məsələn, don't have to, doesn't have to, didn't have to, will not have to. Need modal feilinin xüsusiyyətlərinə baxdıqdan sonra onun bir də əsas feil olaraq hansı xüsusiyyətlər daşıdığına baxaq. Yəni bu modal feildə olan xüsusiyyətlərin tam əksidir. Yəni need əgər əsas feildirsə, özündən sonra to sözü gələ bilər. Özündən sonra isim gələ bilər. Ona SED şəkilçiləri artırıla bilər. Gələcək zamanda, keçmiş zamanda işlənə bilər. Məsələn, will need gələcək zamanda və inkarı özü ilə yox, yəni needin şəklində yox, don't need, doesn't need şəklində qurulur. Eyni ilə sualı özü ilə qurulmur, yəni əlavə bir köməkçi feilin iştirakı lazımdır. Məsələn, do və ya does. Məsələn, do you need, does she need bu şəkildə.
Yəni bunların əsas fərqləndirici xüsusiyyətləri bunlardır. Yəni əgər bizə testdə modal feili seçim deyirsə, biz diqqət etməliyik ki, orada need feilindən sonra to sözü gəlməsin, isim gəlməsin, şəkilçi artırılmış olmasın və inkarı özü ilə qurulmuş olsun. Yəni needn't. Əks halda deməli o düzgün formada işlənən bir modal feil deyil. Digər modal feillərin dediyimiz kimi inkar formaları özü ilə düzəlir, sual formaları özü ilə düzəlir. Burada tək məqam have məsələsidir. Have to, has to feillərinin sual və inkarları don't, doesn't, do, does kimi köməkçi feillərlə qurulur. Və burada 3 dənə bizim modal feilimiz, yəni able to, ought to və have to, has to. Bunlar 3 dənə modal feilli fərqlənirlər ki, özlərindən sonra to sözü gəlir. Qalan heç bir modal feildən sonra belə bir sözünlüyə ehtiyac yoxdur, belə bir hissəciyə ehtiyac yoxdur. Yeganə 3 dənə feilimizi biz to hissəci ilə işlədəcəyik.